Demək qaldı ki, qardaş, bu məsələdə ümumiyyətlə İmam Hüseyn əleyhissalamın yalan deyir. İmam Hüseyn əleyhissalam uşaqların adında Əbu Bəkir Ömər adında uşaq olmayıb. İmam Hüseyn əleyhissalam deyil, kim deyirsə başını 10 dəfə divara vurur. Başlayaq Əli əleyhissalamdan. Əli əleyhissalam övladlarının adında Əbu Bəkir, Osman. Əbu Bəkirdə hələ ixtilaf var. Yəni hətta sünni alimlərin nəzərində də ixtilafdır. Və deyirlər ki, heç bir zaman Əbu Bəkir ad deyil. Əli əleyhissalam bir şəxs ad olmayan bir şey heç vaxt qoymaz. Bax, Əbu Bəkir, yəni ərəblərdə həmişə atanı böyük uşağın adı ilə çağırırlar. Əgər bir evdə, məsələn, Əli əleyhissalam nədir? Əbul Həsən deyirlər. İmam Əli əleyhissalamın oğlunun adı böyük adı Həsən olduğuna görə imam. Ona görə nə deyirlər? Əbu Həsən, yəni Həsənin atası Əli əleyhissalam. İstər qız olsun, məsələn, Zəhra olanda Əbu Zəhra deyirlər, yəni Zəhranın atası. Bu ləqəbdir, künyədir. Bu künyə heç vaxt ad kimi istifadə oluna bilməz. Məsələn, üzrdə mənim Əbu Həsənəmsə, mənim bu Əbu Həsən ki, mən Həsənin atası olduğum halda kimsə ərəblər, Azərbaycanda ola bilər, məsələn, biz başa düşmərik, qoyarıq, bu başqa. Amma ərəb kimsə Əbu Həsən, Həsənin atası götürüb öz uşağına ad qoymaz, yadında saxlasın. Çünki başqasına məxsus olan bir şeydir. Yəni künyədir. Künyədən heç vaxt ad çıxmaz, qoymazlar. İndi qalmışdı Əli əleyhissalam kimi bir fəsih, bəliğ, alim olan bir şəxs heç vaxt Əbu Bəkirin o həmin künyəsini, Əbu Bəkirin adını qoysaydı, deyərdin Əbu Bəkirin adını qoy. Bax, Əbu Bəkirin adını qoymuyor. Başa düşün, Əbu Bəkir ümumiyyətlə künyədir, ad deyil. Və ola bilər imamın hansısa bir oğlu olsun, amma həmin uşağın künyəsi Əbu Bəkir ola bilər. Məsələn, başa düşdün, yenə də o yoxdur. Yəni, həmin Əbu Bəkir adında Əli əleyhissalamın ümumiyyətlə oğlu yoxdur. Əgər alimlər yazıblar olubsa da, kimsə ona Əbu Bəkir künyəsini qoyub. Məsələn, deyək ki, uşağın adı olub, məsələn, deyək ki, Cəfər olub və yaxud da, məsələn, deyək, başqa bir ad olub. O ad, həmin adamı Həsən adına. Məsələn, inşallah sən evlənəcəksən, uşağın olacaq, adını qoyacaqsan Xalid. Məsələn, sənə çağıracaqlar ki, Əbu Xalid. Bu Əbu Xalidi sənə görə çağırırlar. Niyə görə? Sənin, məsələn, adın Kamrandır. Amma sənin adını çağırmırlar. Nə ilə çağırırlar? Əbu Xalid adı ilə. Çünki sənin uşağın ki, böyük uşağın Xaliddir, onun atasısan. Əbu Xalid deyirlər. Bu adı da heç götürüb qoya bilməz. O cümlədən də, məsələn, sənin uşağın olub, məsələn, adın Xalid qoymusan, düzdür. Sonra bu Xalidin adını kimsə gətirib Əbu Bəkir künyəsi ilə məşhurlaşdırıb. Məsələn, deyək ki, Xalidin oğlu olub Bəkir adında oğlu olub, onu gətirib deyirlər ki, Əbu Bəkir, Bəkirin atası. Yenə də tarixdə mən çoxlu, yəni dünəndən axtarış edirəm ki, tapa bilmədim ki, bir yer Əli əleyhissalamın oğlu adı Əbu Bəkir adında bir oğul olsun. Yenə deyirlər, əgər fərz edək ki, uşaq olubsa, qəti şəkildə 100% adı Əbu Bəkir olmayıb. Ola bilər, adı başqa bir ad olub, dedi kim, məsələn, deyək ki, Hüseyin olub, Cəfər olub və ilaxır. Amma o künyəni kimsə ona qoyub. Şeyx Tainin kitabı var, Əhl-i Beytin övladlarının adını dəyişdirmə kitabı. Orada Əhl-i Sünnənin, belə deyək ki, Əhl-i Sünnə deməyək də, Əməvilər ki, Əhl-i Beytə böyük düşmənçilik bəsləyirlər, onlar Əhl-i Beytin adında dəyişiklik edirdir. Nə qədər yerdə götürürdülər, silirdilər, çünki bilirsən ki, hakimiyyətdə olardı. Neçə yüz ilə qədər, üzrüstəm, təqribən 80 il, yəni neçə il onlar hakimiyyətdə oldular və o həmin hakimiyyət ərzində onlar həmin o Əhl-i Beytin adlarında dəyişiklik edirdilər. Qızlarının adını Ayşə qoyurdular, nə bilim, amma heç bir zaman Əhl-i Beytin qızlarının birinin adı Ayşə olmayıb. Nə də ki, bu adlarla adlandırmayıb. Bu ümumi tarixi bir cavabdır, verdim sənə. Ümumi tarixi bir cavabdır. Amma qaldı ki, Osmanın adı nə? Bəli, Əli əleyhissalamın Osman adında oğlu olub. Amma Əli əleyhissalam özü nə deyir? Bax, sənə birinci atdığım yer odur. Amma Osman ibn Əli, Əlinin oğlu Osman, deyir ki, onun haqqında Əli əleyhissalam özü buyurur ki, mən onu səmməytuhu bi ismi əxi Osman ibn Məzun. Bunu sən özüm göndərdim ki, o sənə ki, kimsə deyir, onun özünə də ata bilərsən. Məqatil-i Talibində səhifə 55-də bunu deyilir. Səhifə 55-də. Əli əleyhissalam bu ki, mən oğlumun adını Osman ona görə adlandırdım ki, çünki mənim qardaşım Osman ibn Məzunun adını qoydum. Osman ibn Məzun da Peyğəmbərin süd qardaşı olub. Çox gözəl sahabə olub və Bəqi qəbirstanlığında ilk dəfn olunan sahabə olub. Onu Əli əleyhissalam deyir ki, Osmanın adını özüm qoymuşam. Təsəvvür elə ki, Əli əleyhissalam sanki bizə işarə edir ki, bilir ki, yəni sabah tarixdə dəyişikliyi ola bilər. Özü deyir ki, yəni elə fikirləşmir, Osman həmin Osmandır, yəni ona görə qoymuşam. Yox, mən Osmanın adını Osman ibn Məzun ki, mənim qardaşımdır, Peyğəmbərin süd qardaşı idi, ona görə qoymuşam adını. Yəni bu onu göstərir ki, Əhl-i Beyt heç vaxt öz düşmənlərinin adını qoymayıblar.
Bu ikinci cavabıdır. Üçüncü cavab nədir qardaş? Nəqzi cavabıdır. Üçüncü cavab budur ki, Osmanlı, Ömərdir, Əbubəkir təkcə bunların adları olmamışdır. Tarix boyu başqa adlar da olub. Məsələn, başqa şəxslər olub və başqa şəxslərin adları da olub. Yəni təkcə Ömərin, Osmanın adı yox. Başqa şəxslər də o qədər Ömər adında olub, Osman adında olub. Əgər bunlar olsaydı, bəli, onlar şərəf olardı ki, məsələn, kimsə adını qoyur. Çünki tarixdə bu iki şəxsdən başqa şəxs yoxdur. Amma Ömər Osmandan qabaqda ərəblərin içində Ömər də olub, Osman da olub. Yəni bu ümumi bir ad olub. Ümumi adı da kimsə adlandırmaq o demək deyil ki, bunu həmin o şəxsə görə qoyublar və bu onu sevir. Yəni bu ümumi addır. Hər kəs onu qoya bilər. Yəni amma bunu da ilk o kimin adıdırsa onu sevməyə dəlaləti, heç bir dəlaləti yoxdur. Bəli, qaldı ki, Ömər məsələsində xeyr, Əli əleyhissalamın Ömər adında oğlu olmayıb. Və digər imamların da, İmam Həsəndir, İmam Hüseyin də adları olmayıb. Əgər olubsa, indi sənə tarixdən dəlil gətirəcəm, Əhl-i Sünnə qardaşların kitablarında əmir olub, Ömər deyil. Yəni demiş ki, İmam Həsənin, İmam Hüseynin olmayıb. Əgər Ömər adında İmam Həsənin, İmam Hüseynin ki, qəti olmayıb. Əgər İmam Həsənin Ömər ki, yazıblar bunu, Əbu Bəkir ümumiyyətlə İmam Həsəndə olmayıb. Sonra Əli əleyhissalam, Əli əleyhissalamın da hətta bəzi yerlərdə Ömər adında oğlu yazıblar ya İmam Həsənin. Hər bir halda bunun heç biri düz deyil. İndi mən Əhl-i Sünnə qardaşların kitabından oxuyacağım inşallah. Deyir, İbnül İmam Əliyin əleyhissalam ismuhu Əmir. Bir ilk öncə bunu deyim. Bu səhifə 163 cild həmki yerdən oxuyuram yuxarı başından. Əgər əyindir, mimdir, radır, bunlar üçü bir yerdə yazılarsa Ömər oxunur. Ömər. Əyin, mim, ra. Yox, əgər əyindir, mimdir, radır, yanında vav da yazılırsa axırda o əmir oxunur. Yadında saxla qardaş, əmir oxunur. Deyir ki, Əli əleyhissalamın oğlunun adı Ömər olmağında deyil, əmir olub. Bax, görürsən orada mörtəzədə əyindir, mimdir, radır, vavdır. Həmişə əmir oxunur. Vəli isə Ömər, əyin, mim, ra. Və Ömər oxunmur. Və qəd səmmahu bihazəl isim təxlidən li ismi cəddihi. Deyib, Əli əleyhissalam öz oğlunun adını, istər İmam Həsən olsun, istər ya da Əli əleyhissalam. Yəni, tarixdə ki, o qarışıq ki, gəlir, fərq eləmir. Deyir ki, bu ki, İmam oğlunun adını Ömər qoymuşdu, üzr istəmə, Əmir qoymuşdu, öz babasının adına görə qoymuşdu. Çünki onun babasının adı Əmir İbni Əbdülmənafdır. Ki, Əli əleyhissalam babasının adı Əmir İbni Əbdülmənafdır, Haşim adı ilə də, indi Haşim kimi tanınır. Amma Haşimin əsl adı Əmir İbni Əbdülmənafdır. Əli əleyhissalam yaxud İmam Həsən əleyhissalam oğlunun adını Əmir qoymuşdu ki, o adla, o babasının adına görə. Amma tarixdə ki, gəlib onu siliblər orada, vavı siliblər, Ömər kimi oxudur, bu tarixin səhvliyi idi. Yəni, mən deyəcəm, o Əhl-i Sünnə kitabından oxuyacağım. Və deyir ki, həqiqətən də həm şiə alimləri, həm sünni alimləri Ömər adı deyil, Əmir adı zikr eləyiblər. Yenə təkrar edirəm, əyindir, mimdir, ra. Üçü yazılanda Ömər oxunur. Amma Əmir, əyindir, mim, ra, bir də yəni an axırda vav yazılanda Əmir oxunur. Ömər üçün gərək vavı olmasın orada. Nə deyir? Sünni alimi ki, deyir Muhammed İbni Ömər el-Vaqidi 207-ci hicr qəmərində ölən, deyir ki, Kanən nəslu min vuldi Əliyin li xəmsə. Əli əleyhissalam nəsli 5 nəfər idi, oğlanları 5 nəfərdir. Həsəndir, Hüseyn, Muhammed İbni Hənəfiyyə, Əbbas İbni Kəlabiyyə, Əmir İbn Təqlibiyyə. Bu görsən, Əmir yazıb orada. Bax, Əmir. Əyindir, mim, ra, vav. Bu da Əmir oxunur. Tarix, bu haradır? Məslər Tarixül Təbəridir. 3-cü cild, səhifədə 163-də. Yəni, bunların hamısı, qardaşlar, bizə sübut ki, bu Əhl-Beytin adında, uşaqların adında heç birində bunların adı olmamışdır. Sadəcə, bəzi yerlərdə dedim ki, o şeyx ki, yazıb o kitab ki, Əhl-Beytin uşaqların adını dəyişdirmək, dəyişdiriblər. Amma qaldı ki, belə qardaş, o saman çöpünə, boğulan saman çöpünə də yapışar. Bunlar o cür güya dəlil gətirmək istəyirlər, amma özləri bilirlər ki, o qədər 199,9 nöqtə bunlar batildir. Özləri bilir, bunu bizə görə 100% bunlar batildir. Ona görə o ki, 1% bu adlara yapışırlar ki, güya ki, bundan nə hiss eləyə bilərlər, əsla. Bax, bir dənə sual soruşam, bir məntiqli bir şey soruşum. O kimlə ki danışırsan, ondan soruş. Bəlkə vicdanı varsa kişi kimi cavab versin. Bu adlar deməyək ki, yəni həqiqətən də yəni, bu adlara gəlməmişdən qabaq, qardaş, bunların səhv hərəkətləri olub, şəriətdə olmayıb. Bəli, olub. Bəli, bunların olub, olmayıb, olub. Sayırsan bir-bir bunların səhvlərinə. Necə ola bu cür səhv adama? Əli əleyhissalam gəlib ad qoysun, bu cür səhv adamı. Bax, götürək. Muaviyyəci tüləqa sayılırdılar ki, onlar ki, Peyğəmbər əleyhissalam getdilər Məkkəni, mənim bu sualımı ondan soruş.
getdi Məkkəni fəth eləyəndə bu Muaviyə İbn Süfyan zahirən İslamı gətirdi ki, ölməsin. Peyğəmbər Əsələm də bunları azad elədi, buraxdı. Dedi ki, amma bu şərtlə ki, siz Məkkədən uzaqlaşın, Məkkəyə, Mədinəyə gəlməyin, Məkkədən, Mədinədən uzaqlaşın. Onları Məkkədən, Mədinədən qovdu. Və onları uzaqlaşdırdı və dedi ki, Bəni Ümeyyə hakimiyyət haramdır. Bunu Əhl-i-Sünnə də qəbul edir, Şiə də qəbul edir. Amma necə ola bilər ki, Peyğəmbər dünyasını dəyişəndən sonra bu Muaviyyəni hakimiyyətə kim gətirdi? Birinci, Əbu Bəkir gətirdi, çünki o Əbu Bəkir özünü xəlifə elan elədi və bir neçə nəfər də səs verdi və ondan sonra Əbu Bəkir onu, Muaviyyəni ordunun başçısı təyin elədi. Ondan sonra Əbu Bəkirdən sonra Ömər gəldi, Ömər ibn Xəttab. Ömər ibn Xəttab Dəməşq şəhərin, Suriyə şəhərin belə deyək ki, Şam şəhərin verdiyi Muaviyyə və onu ora icra hakimi təyin elədi. Mən maraqlı bu gəlir ki, yəni burada iki şey başa düşürəm mən. Ya Ömər Peyğəmbərdən çox bilirdi, ya Peyğəmbər Ömərdən çox bilirdi. Üçüncü başa düşdüyüm budur ki, Ömər Peyğəmbəri tanımırdı. Nə mənada deyirəm? Məsələn, əgər həqiqətən də Peyğəmbər bunu hakimiyyətdən uzaqlaşdırmışdı və demişdi, Bəni Ümeyyə hakimiyyətlik haramdırsa, niyə görə Əbu Bəkirlə Ömər bunu hakimiyyətə qaytardılar? Onda belə çıxır ki, ya Peyğəmbəri bunlar tanımırdılar, ya da Peyğəmbəri tanıyırdılar, amma Ömər, Əbu Bəkir Peyğəmbərdən çox bilirdi. Peyğəmbər, sən təsəvvür elə, əstəğfurullah, təşbih olmasın. Peyğəmbər bir kəsi işdən qovur. Peyğəmbər dünyasını dəyişəndən sonra sən işə gətirsən. Mənası nə deyirsən ki, ya mən Peyğəmbərdən çox bilirəm, ya da bu mənim canım dostumdur, düzdür? Çünki sən necə ola bilər ki, Peyğəmbərin şəhərdən qovduğu bir şəxsi, sən ona hakimiyyət verirsən ona, necə ola bilər? Amma Peyğəmbərin sevdiyi bir şəxsləri uzaqlaşdırırlar. Məsələn, Əbu Zər rəhmətliyi götürək. Rəbbi adında bir yerə qovdu Osman, xəlifə. Amma o kəslər ki, Peyğəmbərin düşməni idi, qaytardilər. Bax, bunu bir dənə ondan sonra işte, mən izah elə gələm ki, bunun mənası nədir? Ömər Peyğəmbərdən çox bilirdi, Əbu Bəkir Peyğəmbərdən çox bilirdi, yoxsa bunların həqiqətən də səhvliyi var, səhv eləyiblər. Allahın düşmənin qaytardılar, hakimiyyət verdilər. Amma bir harda ki, Peyğəmbər özü buyurur ki, heç bir zaman bağışlanan bir şəxs, əsir kimi bağışlanan bir şəxs gəlib hakim ola bilməz və Bəni Ümeyyə tayfəsinə hakimiyyətlik haramdır. Və niyə görə Ömərlə Əbu Bəkir Bəni Ümeyyə tayfəsinə hakimiyyətliyi verdirir? Niyə görə? Hələ mən bunların, qardaş, ən yüngül səhvin deyirəm ha sənə, İslamda törətdikləri ən yüngül cinayətdir ki, Peyğəmbərin qovduğu şəxsi gətirib hakimiyyət verdilər. Hələ Peyğəmbərin övladlarını öldürdülər, onları təhqir elədilər, hələ o ağır cinayətlərini demirəm. Bax, ən yüngül cinayətin sənə dedim ki, soruş bunun səbəbi nədir?